Bilirsiniz, geniş və qarışıq məlumat dəstlərini təhlilə hazır, təmiz sətirlərə çevirmək hər bir analitikin gündəlik kabusudur. Bu izahatda biz union ifadələrindən istifadə edərək normallaşdırılmamış məlumatların necə unpivot edəcəyimizi, yəni o xaotik datanın necə əhliləşdirəcəyimizi öyrənəcəyik. Uzatmadan gəlin birbaşa mətləbə keçək. Bu mənzərə yəqin ki, sizə çox tanışdır. Elektron cədvəllərdən birbaşa idxal edilmiş bu cür normallaşdırılmamış məlumatlar tam bir baş ağrısıdır. Fikir verin, oktyabr cəmiyyəti və oktyabr satışları kimi təkrarlanan qruplar bütün səhifə boyu üfüqi şəkildə uzanıb gedir. İnsan gözü üçün bu bəlkə də oxunması asan bir cədvəl kimi görünə bilər, amma inanın mənə, məlumat bazası sistemləri və xüsusən də SQL üçün bu əsl fəlakətdir. Buradakı əsas problem nədir? Deyək ki, sizə yalnız oktyabr ayının məlumatları lazımdır. Bunun üçün sırf oktyabrı hədəfləyən məhz bu xüsusi sorğunu yazmalısınız. Bəs noyabr, bəs dekabr. Bəli, tamamilə düz tapdınız. Təhlil etmək istədiyiniz hər bir ay üçün tamamilə yeni və lazımsız bir sorğu yazmalı olacaqsınız. Təsəvvür edin, əgər 5 ayımız varsa, eyni yorucu işi düz 5 dəfə təkrar etməliyik. Bu heç də effektiv deyil. Və budur, çıxış yolumuz. Biz bu çıxılmaz vəziyyəti məhz union əməliyyatından istifadə edib məlumatları unpivot etməklə, yəni əksinə çevirməklə həll edə bilərik. Sadə dildə desək, bu proses o sinir bozucu üfüqi sütunları götürür və onları şaquli olaraq alt-alta təmiz sətirlər şəklində yığır. Nəticədə biz məlumat bazasının tələb etdiyi və üzərində rahatlıqla işləyə biləcəyimiz o mükəmməl formata qayıtmış oluruq. Amma kodumuzu yazmağa tələsməyək. Başlamazdan əvvəl bilməli olduğumuz 3 qızıl qayda var. Union istifadə ediriksə, birləşdirdiyimiz bütün sorğularda mütləq eyni sayda sütun olmalıdır. Bu sütunlar eyni ardıcıllıqla gəlməlidir və ən əsası data tipləri bir-biri ilə uyğunlaşmalıdır. Yeri gəlmişkən çox vacib bir məqamı da qeyd edim. Hər bir sorğudakı faktiki sütun adlarının əslində heç bir əhəmiyyəti yoxdur. Niyə? Çünki union son nəticə üçün sütun adlarını həmişə ən birinci yazılan select ifadəsindən götürür. Gəlin bunu praktikadan necə qurduğumuza baxaq. Biz fərdi ay sorğularımızı götürürük və union açar sözündən istifadə edərək onları bir-birinin ardınca sanki kirpiç kimi alt-altı yığırıq. Biz burada bütün 5 ayı tək bir görünüşdə birləşdiririk. Bu yanaşma hər biri ayrıca işləyən o kiçik sorğuları alır və onlardan möhtəşəm, böyük və vahid bir cədvəl yaradır. Deyəsən məlumatları uğurla birləşdirdik. Amma bir dəqiqə, burada nə isə düz deyil. Diqqətlə baxsaq görərik ki, məlumatların əslində hansı aya aid olduğunu tamamilə itirmişik. İndi əlimizdəki sətirlərin oktyabr yoxsa noyabr ayına aid olduğunu ayırt etmək üçün heç bir yolumuz yoxdur. Üstəlik, bütün sütunlarımız yuxarıdakı ilk sorğuya görə səhvən oktyabr kəmiyyəti və oktyabr satışları olaraq adlandırılıb, yəni biz məlumatları cəmlədik, amma konteksti, mənasını tamamən yox etdik. Bəs bu kontekst boşluğunu necə həll edək? Çox sadə, biz o kritik ilk select ifadəsinə müdaxilə etməliyik. Oraya oct kimi literal stringlər, yəni birbaşa mətnlər daxil edirik və kəmiyyət və satış məbləği kimi xüsusi aliaslar təyin edərək sorğumuzu mütərəqqi şəkildə təkmilləşdiririk. Bu kiçik, amma vacib əlavələr birləşən hər bir sətrə öz şəxsiyyətini, yəni hansı aya aid olduğunu geri qaytarır. Baxın, transformasiya göz qabağındadır. Bizim indi hər bir sətrin öz xüsusi satış ayını, kəmiyyətini və satış məbləğini açıq-aydın müəyyən etdiyi çox gözəl, tam normallaşdırılmış məlumatlarımız var. Bayaq gördüyümüz o xaotik, geniş cədvəl indi istənilən analitik tətbiq üçün mükəmməl işlək vəziyyətə gətirildi. İndi isə işin vizual tərəfi. Əgər biz bu unpivot edilmiş məlumatların müəyyən bir ardıcıllıqla təqdim olunmasını istəyiriksə, mütləq bir qaydanı xatırlamalıyıq. Unionları çeşidləyərkən order by bəndi yalnız və yalnız bir dəfə, ən sonda, ən sonuncu select ifadəsindən sonra yazılmalıdır. Gələcəkdə saatlarla xəta axtarmaq istəmirsinizsə, bunu yadda saxlayın. Hər bir fərdi sorğunun içinə çeşidləmə əlavə etməyə çalışmaq qətiyyən işləməyəcək və sadəcə sorğunuzu çökdürəcək. Mükəmməl nəticəmiz ay və kateqoriya üzrə ideal şəkildə çeşidlənmiş, tam cilalanmış məlumatlar. Gördüyünüz kimi, biz o qorxunc elektron cədvəl canavarını uğurla möhkəm bir realyasiya formatına ram edə bildik. Bu proses sadəcə verilənlərin formalaşdırılması deyil. Bu, əslində məlumatlardan həqiqi dəyər çıxarmağın ən vacib təməlidir.
Bitirməzdən əvvəl performansı daha da artırmaq üçün sizə kiçik bir peşəkar sir verim. Standart Union təkrarlanan sətirləri yoxlamaq və onları silmək üçün arxa planda həqiqətən çox böyük əlavə güc sərf edir. Amma əgər siz məlumatlarınızın heç vaxt üst-üstə düşməyəcəyini dəqiq bilirsinizsə, o zaman Union All istifadə edin. Bu, deduplikasiya addımını tamamilə ötürür və prosesi qat-qat sürətli edir. Böyük datalarda bu kiçik detal sizi sözün əsl mənasında xilas edəcək. Nəticə etibarilə sərt və üzərində işlənməsi çətin olan bir elektron cədvəlini dinamik və yüksək səmərəli analitik mərkəzə çevirmək üçün strukturlaşdırılmış Union sorğusunu yazmağa vaxt ayırmaq tamamilə buna dəyər. Bu cür yanaşma təkcə bugünkü hesabatlarınızı xilas etmir. O, həmçinin gələcəkdə qarşılaşacağınız hər bir mürəkkəb məlumat xaosunu idarə etmək üçün ən sağlam və davamlı yoldur.